Salam, hər vaxtınız xeyir olsun. Gəlin biz deməli belə bir integral verib bu gün deyir ki, integral kök altda a kvadratı plus x kvadratı dx. Burada minus olanın dünənləri çıxarışın verib kanalda paylaşmışam. Bu gün isə gəlin plus olan variantına baxaq. Yenə də mən bir düzbucaqlı üçbucaqdan istifadə edəcəm. Bura olsun 90 dərəcə. Bura hər hansısa bir t bucağı olsun. Katetin biri a olsun, biri x olsun. Pifagora əsasən mən hipotenuzu tapanda olacaq a kvadratı plus x-in kvadratı. A kvadrat plus x-in kvadratı. Aha, gəlin. Tangens bucağının t bucağını tapaq. Tangens t bucağı nə olacaq? Tangens düzbucağın üzrə tangens t nə idi? X-in a-ya nisbəti. Bu bərabər olacaq x-in a-ya nisbəti. T bucağını buradan tapsam t nə olacaq? T olacaq arctangens x-in a-ya nisbəti. Və bir də buradan sekans t-ni tapacağım. Sekans t-dəki bərabər olacaq nəyə? Sekans alfa da düzbucaqlı üçbucaqda bitişik katetin hipotenuza nisbət edir. Bitişik katetin daha doğrusu hipotenuzun bitişik katetin nisbəti bizdə də sekans alfa, sekans t bucağı idi. Bu da olacaq kvadrat kök altında a kvadratı plus x kvadratı bölünsün a tərəfi. Vəssalam. Bunun üçünü tapmaq bizə əslində hələ ki kifayət eləyəcək. İndi nə edək? İndi biz bu tangens t var ya burada. Bunu deməli bu tangens t var ha burada. Burada x-i tapaq. X nə olacaq? X bərabər olacaq a vurulsun tangens t bucağı. Hər tərəfdən törəmə alsam yenə də dx nə olacaq? A vurulsun tangens t-nin törəməsinə də sekans kvadratı t və t-yə görə törəmə aldığıma görə də olacaq dt. Vəssalam. Gətirib indi həmin bu integralda dx-in və x-in yerinə qiymətləri yazaq. İndi bunu silək. Artıq bu bizə lazım deyil. Burada indi nə olacaq? Yazıram ki, bu bərabərdir integral kvadrat kök altında a kvadratı plus x-ə nə demişdim? X-ə demişəm ki, mən a tangens t. X kvadratı olacaq nə? A kvadratı vurulsun tangens kvadratı t. A kvadrat tangens kvadratı t. Aha. Bəs dx-in qiyməti nədir? Dx-in də qiyməti a kvadratı vurulsun sekans kvadratı t dt. A vurulsun sekans kvadratı t və dt. Bu şəkildə. Bərabərdir. İntegral. Kök altda a kvadratın çıxardanda nə qalır? Qalır ki, 1 plus tangens kvadratı t. Burada da a vurulsun sekans kvadratı t dt. Bu şəkildə oldu. Davamını yazaq. İntegral a kvadratı müsbət olduğu üçün moduldan müsbət çıxacaq. Olacaq a vuraq. Buradakı a vuraq. Kök altda 1 plus tangens kvadratı t və sekans kvadratı t dt də öz yerində. Sekans kvadratı t və dt. Bərabərdir. İntegral a-nı aya vuranda a kvadratı kök altda şagirdlər 1 plus tangens kvadratı t bərabərdir bizdə sekans
kvadratı t'ye. Sekans kvadratı t'ye. Bunun da yerine 1 plus tan kvadratı t'nin yerine yazıram ki sekans kvadratı t. Vuraq sekans kvadratı t və dt. dt. Belə. İndi bunları silək. Bunlar mənə videoların axırına yaxın lazım olacaq. Bərabərdir. A kvadratını çıxardıram qarşıya. A kvadratı integral. Şagirdlər, normalda bax bu hissə var, bax bu hissə sekans kvadratı t. Bu modul çıxır. Amma keçən videoda da bax mən burada, bax burada kosinus kvadratın moduldan mən müsbət çıxartdım, səbəbini soruşdum. İndi də yenə də bu müsbət çıxacaq. Və yenə bunun sizdən səbəbini soruşuram, nəyə görə? Müsbət çıxanda olacaq sekans t vuraq sekans kvadratı t dt. O da bərabərdir a kvadratı integral sekans kubu t dt. Sekans kubu t dt. Vəssalam. Bu oldu belə. İndi bunu keçirəm digər səhifədən yazmağa. Bizdə integral yekun belə hala gəldi. A kvadratı vuraq integral sekans kubu t dt. Sekans kubu t dt. Bu şəkildə. Bu kub niyə yazılmır ki? Dəqiqə. Sekans kubu t dt. Vəssalam. Dəyərli müəllimlər, belə bir düstur var ki, integral sekans n-ci dərəcədən sekans x dx bərabərdir. Bunun integralını tapmaq üçün deməli bu düstur hər zaman doğrudur. O düstur da belədir ki, deməli 1 bölək n çıxaq 1 vuraq sekans n minus ikinci dərəcədən x və vurulsun tangens x üstə gələk n çıxaq 2 bölünsün n çıxaq 1 vuraq integral sekans n minus ikinci dərəcədən x və dx. N minus ikinci dərəcədən x dx. N də nədir? N də bu dediyimiz bu n'lərdir. Və bu n'lər. N. Bu n. N də budur. Bu şəkildə. İndi bizdə sekans kubudur. Yəni bizdə n üstü. İntegral sekans kubu t dt bərabərdir. Olacaq nə? 1 bölünsün 3 çıxaq 1 vuraq sekans 3 çıxaq 2 yəni 1 üstü x vurulsun x deməkdir. İndi bizdə t'dir. Sekans t vurulsun tangens t. Üstə gəlinsin n çıx 2 3-dən 2 çıxanda 1 3-dən 1 çıxanda 2 vuraq integral sekans n çıx 2 3-dən də 2 çıxanda 1 sekans t dt. Sekans t dt. Biraz da sadələşdirsəm görərəm ki, alınır. 2də 1 sekans t vurulsun tangens t. Üstə gəlsin 2də 1 integral sekans t dt. Sekans t dt. Bu belə. Sekansın artıq integralı rahatdır. Sekans integral belədir ki, sekans x dx bərabər edir. Ln modul sekans x plus tangens x. Bu şəkildədir. İndi gətirib yazıram. Bərabərdir. 2də 1 sekans t vurulsun tangens t üstə gəlsin 2də 1 bu hissənin yerinə də həmin o integralı yazacağım. Vurulsun ln modulda sekans t plus tangens
Tangens T. Tangens T. Bu hissənin cavabı, bax bu hissənin cavabı. Bax bu yaşılla işarələdiyim hissə bizim indi deyəcəm hansı hissənin cavabıdır. Bax bu hissənin cavabı elə əslində bax bu hissənin cavabı idi. İntegral sekans kubu t dt. Gətirib yazıram. A kvadratı vurulsun. İndi nə? 2-də 1 sekans t vuraq tangens t üstə gəlsin 2-də 1 ln modul sekans t plus tangens t. Vəssalam. Mötərizəni vurub açacağım indi. Vurub açaq. Bir dənə vurub açaq olur nə? A kvadratı bölünsün 2 sekans t vuraq tangens t plus a kvadratı bölünsün 2 a kvadratı bölünsün 2 ln sekans t plus tangens t əlbəttə ki moduldur. Bu. İndi bunu köçürdək digər səhifəyə və digər səhifədən başlayaq davamlı şəkildə yazmağa. Bunu köçürdək bura. Bu oldu belə. Bu şəkildə. İndi nə edə bilərik? Şagirdlər, düzbucaqlı üçbucaq çəkmişdim mən ən başda. Ən başda düzbucaqlı üçbucaq çəkmişdim. Amma bura 90 dərəcə demişdim. Bura x, bura a, hipotenuzda a kvadrat plus x-in kvadratı idi. T bucağı da buraydı. T bizdə nə idi ümumiyyətlə? T nə idi? Arc tangens x-in a-ya nisbəti. Sekans t nə idi? Sekans t kvadrat kök altında a kvadratı plus x kvadratının a-ya nisbəti. Tangens t nə idi? Tangens t isə elə x-in a-ya nisbəti. Vəssalam. Gətirib yazıram indi. A kvadratı bölünsün 2 vurulsun. Sekans t. Sekans t nədir? Sekans t kök altında a kvadratı plus x kvadratı bölünsün a. Buraq tangens t. X-in a-ya nisbəti. Üstə gəlinsin. A kvadratı bölünsün 2 vuraq ln modulca sekans t. Bunlar ortaq a-dır. Bunlar ortaq məhrəz a-dır. Ortaq məhrəz yazıram a. Olur nə? Tangens t x plus kök altında a kvadratı plus x-in kvadratı. A kvadratı plus x-in kvadratı. Bu da bu şəkildə. Bu şəkildə olmuş oldu. İndi burada artıq yer çatmayacaq. Bunu köçürdək digər səhifəyə və buradan rahat yazaq. Belə. İndi ixtisarlarımızı aparmağa gəlsin. İndi gəl ixtisarlara bax. Bax bu a-nın kvadratı ilə bu a getdi. Bu a-nın da bu a getdi. Nə qaldı? Yekun qaldı. Kök altda a kvadratı plus x kvadratı bölünsün 2. Burada da bir x. X vuraq. Baba həmin x qalıb burada. X vuraq. Üstə gəl. A kvadratı bölünsün 2 ln modulda x plus kök altda a kvadratı plus x kvadratı. Bölünsün 2. Bölünsün daha doğrusu a2. İndi biraz da sadələşdirək. Ortaq məxrəzi gətirək. Ortaq məxrəz nə olacaq? 2-də. X vurulsun kök altda a kvadratı plus x kvadratı. A kvadratı plus a kvadratı vuraq ln modulda x plus kök altda a kvadratı plus x kvadratı bölünsün a-ya. Bu bizim yekun cavabımızdır. Bizim bu cavab yekun cavabımız. Yəni integral. Kvadrat kök altında a kvadratı plus x kvadratı dx bərabərdir buna. X vuraq kök altda a kvadratı plus x kvadratı. Üstə gəlinsin a kvadratı vurulsun ln
modulda x plus kök altda a kvadrat plus x kvadratı bölünsün a. Və bunu da bölək və bunu da bölək nəyə? Bunu da bölək 2-yə. Bunu da bölək 2. Və bir də üstə gəl c. C-də integral sabitidir. Burada c də daxil olmalıdır. Mütləq və mütləq r. Bu da oldu bizim düsturumuzun çıxarışı. Bu da oldu bizim düsturumuzun çıxarışı. Oldu. Sağ olun. Hələlik görüşən.